Salam. Bu günləri həm müəllimlərin, həm də şagirdlərin verdiyi suallara cavab tapacağam. Dərs qrupu nədir? Ən çox maraq tələb olunan bir suallardandır. Dərs qrupu birlikdə öyrənmək və bir-birinə kömək etmək üçün yaradılmış bir tədris komandasıdır. Bu qrupda mövzular izah olunur, yəni biz müəllimlər tərəfindən və suallar cavablanır, öyrənmə daha asan olur. Keçək digər sualımıza. Dərs qrupuna qoşulsam nə olacaq, nə dəyişəcək? Bu tipli suallar da verilir. Əgər siz dərs qrupuna qoşulsanız nə baş verəcək? Mənim dərs qrupuma qoşulanlar mövzuları ən sadə və aydın formada öyrənəcəklər. Qəbul tipli və sırf qəbula düşən sualların izahları atıldıqca sən nəticəni sürətli şəkildə yüksəldəcəksən. Bu da